Ötən gün Fransanın Görüsdəki konsulluğunun açılışı baş tutub. Fəxri konsul postuna isə milliyyətcə erməni olan və Görüs Frankofoniya Mərkəzinin direktoru vəzifəsini icra edən Carmen Apunts təyin olunub. Aydın məsələdir ki, bu konsulluq diplomatik məqsədlərə xidmət etməyəcək. Konsulluğun açılması üçün məkan olaraq məhz Görüsün, Sünik vilayətinin seçilməsi isə heç də təsadüfi deyil. Söhbət ondan gedir ki, həmin bu məntəqə, bu şəhər Azərbaycana yaxın və sərhəd zonasında yerləşən bir şəhərdir. Digər tərəfdən Naxçıvan Muxtar Respublikasına da yaxın olan bir məntəqədir. Onu da yaddan çıxarmayaq ki, Zəngəzur dəhlizi elə həmin o yerin, şəhərin yanından keçir. Fransanın Ermənistandakı səfirliyi bunun baş konsulluq deyil, fəxri konsulluq olduğunu bildirir. Bəs rəsmi Parisin bir nəfər belə Fransa vətəndaşının yaşamadığı Zəngəzurda fəxri konsulluq açmasının arxasında nə dayanır? Fransa hökuməti bununla nəyi hədəfləyir? Fəxri konsulluq əslində baş konsulluqdan ondan fərqlidir ki, burada onun rəhbəri yerli vətəndaş olmalıdır. Elə burada da həmin praktikaya uyğun deməli təyinat baş verdi. Amma iş orasındadır ki, bunlar nə ilə məşğul olacaqlar? Yəni konsulluq, viza, pasport məsələlərlə məşğul olur, sənədlərlə, sənədlərin legallaşması ilə, vətəndaşların qəbul olunması ilə, öz vətəndaşların müdafiə olunması ilə burada kimi müdafiə etməlidir? Orada fransızlar var. Rəsmi Parisin konsulluq təşəbbüsü və bunun Ermənistan tərəfindən dəstəklənməsi Rusiyada yaxşı qarşılanmayıb. Kreml prosesə müdafiə naziri səviyyəsində münasibət bildirərək bir növ İrəvana xəbərdarlıq edib. Andrey Belausov bildirib ki, son vaxtlar Sünik vilayəti ətrafında gərginlik artıb və buna səbəb xarici ölkələrin Cənubi Qafqazda fəallığını gücləndirməsidir. Qeyd edək ki, bundan öncə 2023-cü ildə rəsmi Moskvanın Sünik vilayətində konsulluq açmaq təşəbbüsü Ermənistan rəhbərliyi tərəfindən müsbət qarşılanmamışdır. Hesab edirəm ki, bu konsulluğun açılmasında əsas məqsəd sırf kəşfiyyat, hərbi məqsədlər və kəşfiyyat xarakterli məlumatlar toplamaq məqsədi daşıyır. Çünki Avropa İttifaqı missiyası vasitəsilə, hansı ki o da hərbi kəşfiyyat məlumatlarının toplanılması ilə məşğul idi, onlar o istəklərinə çatmadılar, məqsədlərinə çatmadılar. Fransanın burada bir NATO üzvü olaraq, bir Avropa İttifaqı üzvü olaraq Ermənistan hansı ki Rusiyanın forpostu hesab edilirdi indiyənə qədər. Ona görə Fransanın bu addımı birinci Rusiyaya qıcıq yaradacaq. İkincisi Türkiyə, qardaş Türkiyə mən hesab edirəm ki bununla bağlı diplomatik hərəkətə keçəcək. Fransanın çoxdankı istəyi Zəngəzurda konsulluq açmaq planı reallaşdı. Amma siyasi ekspertlərin fikrincə Paris Görüsdəki bir binanın üstünə Fransa bayrağını sancmaqla bölgədə nə isə dəyişəcəyini düşünürsə yanılır. Bunun nə daxili, nə xarici müstəvidə nəticəsi olacaq.